Я предлагаю. Его надо повезти в Грузию, похоронить там. А не здесь? Здесь нельзя. Мировая общественность не так поймет. Обязательно в Грузию. Я посоветовался с психиатром. Это будет символизировать дружбу между тремя братскими народами. Азербайджанским, армянским и грузинским. Представь себе. Сейчас. Азербайджанцы хоронят армянина на холмах Грузии. Представь себе. Сейчас. Bu da Pərvizlə işlədiyimiz bizim görkəmli rejissorumuz Vaqif Mustafayevin filmindəndir. O ki, qaldı filmin tarixinə. Bilirsiniz ki, əfsuslar olsun ki, çox vaxt belə şeyi mətbuat çox cüzi şəkildə işıqlandırır. Çox cüzi şəkildə Abınxauz festivalı idi. 4 mükafat aldıq. 4 mükafat. Hətta orada dini mükafat da vardı. Onu da bizə verdilər. Film bilirsiniz ki, o boyda həcmli film deyil. Amma belə baxanda hər cümləsi bir mövzudur. Hər cümləsi bir filmin mövzusudur. Bunu da işləmişik. Orada da Pərvizin əziyyəti çox olur. Ümumiyyətlə, o havada onu çəkmək. İndi baxıram, gör neçə il keçib üstündən. Allah ölənlərə rəhmət eləsin. Eldəniz orada, Firidun Mehdiyev orada, Cahangir Aslanoğlu orada. Bunları tapmaq üçün, bunları indi o şəkillər durursa, bu da tarixdir. Tarixdir. Yəni, fotonun xidməti ondan... Bizim işimiz ondan ibarətdir ki, deməli, film çəkiliş vaxtı biz hər kadrı çəkməliyik. Nə tər operator filmi çəkmir, epizodu çəkmir. Biz də o epizoddan hər kadrı axtarıb çəkirik ki, bu sonra həm negativi, həm o kadr tarixdə qalsın. Sabahları lazım olanda o şəkilləri tapmaq. Bizim hələ foto addelimizdə, kinostudiyada yekə foto arxivimiz var. O ki, filmlər, birinci film çəkiləndən bugünkü günəcə bütün filmlərin orada arxivdə negativləri var, kadrları var. Pərviz müəllim, sizin sənəti həyatın bir anı adlandırsaq, bu həyatın bir anın ən maraqlı anı hansı olub, ən gülməli anını bizimlə paylaşa bilərsiniz? Yəqin ki, belə anlar çox olub. Həyatın ən maraqlı anı... Həyatın ən maraqlı anı məndə olub, mənim 2 balam dünyaya gələndə. Onda 2 an oldu. Bir an olmadı ki, 2 an oldu. 2 an oldu. Allah alənə xoşbəxt eləsin. Bilirsiniz, mən ömrüm boyu istəmişəm ki, məsəl üçün, ya rəssam olum, ya şəkil çəkim, istəmişəm də. Çünki o vaxt çox maraqlı, indi də maraqlıdır, o vaxt daha çox maraqlıydı. Mənim yadımdadır ki, Pərvizin də yadında olur, mənim yadımdırsa, onun da yadındadır. Qabaqlar dəb idi, bu nimçənin içinə şəkil vurmaq. Ən böyük dəb idi. Baxırdım, belə fikirləşirdim ki, Allah, bunlar necə ilə bu nimçə gəlir də, indi o artıq indi də dəbdir. Dəbdir. Onda bir dənə nimçə taparaq, Pərvizdən xahiş edərik, şəkli verərsən. Bir dənə nimçə şəkil vurarsan. O nimçəyə şəkil vurmaq biz bacarmarıq. Onu keramikadır. Keramikada edirlər, onu spesial zavodlarda edirlər. Onu salırlar tarelkaya, sonra onu verirlər peçə, obucuğa. Sonra o qalır həmişəlik orada. Pərviz, mən bir dənə də sual verim sənə. Əlbəttə, yaş cismanı sənə vermək olmaz, amma da deyəcəksən ki, pasport var, sonra şəxsiyyət vərəqəsi var. Bu, indi də az-çox filmlər çəkilir də. Bu peşədən, bu 46 il nə qədər bu aparatdan baxarsın. Belə hərdən inciliyin zadını olmur ki, daha